Bu dəfə də ağızda ovulan çox dadlı duzlu qurabiyələr hazırladım. Bunun üçün 250 qram yağ götürürük. Kərə yağı və ya margarin hər ikisindən istifadə edə bilərsiniz. Üzərinə 1 ədəd yumurta, 60 ml duru yağ, yarım stəkan şəkər pudrası və 1 çay qaşığı yarım duz əlavə edib çəngəllə bunları yaxşı-yaxşı qarışdırırıq. İstifadə edəcəyiniz 250 qram yağ mütləq çalışın ki, ev temperaturunda olsunlar. Bu cür hamısını yaxşıca qarışdırdıqdan sonra 4 stəkan unu hissə-hissə əlavə edirik. Bir qədər əlavə etdikdən sonra 1 paket qabartma tozu əlavə edirik və yenə də əvvəlcə çəngəllə qarışdırıb, daha sonra isə xəmiri əllə yoğururuq. Qeyd etdiyim kimi mütləq çalışın unu hissə-hissə əlavə edin, çünki ola bilər unun növündən asılı olaraq az da istifadə oluna bilər. Mən 4 stəkan undan istifadə etdim, ələ yapışmayan çox yumşaq bir xəmir olur. Xəmiri gözlətməyə ehtiyac yoxdur. Xəmirdən qoz böyüklüyündə kündələr tuturuq, ovucumuzun içərisində yuvarlayıb listimizə düzürük. Çox bərəkətli bir reseptdir. Bu reseptlə tam bir list dolu, duzlu və ağızda ovulan qurabiyələr alınır. Bu cür hamısına forma verdikdən sonra 1 çay qaşığı bəhməzin üzərinə 1 armud stəkan adi soyuq su əlavə edib qarışdırırıq. Bir də bizə lazım olacaq qəhvəyi rəngdə küncüt. Mənim istifadə etdiyim küncütlər ağ olduğu üçün tavada bir qədər qovurdum. Rəngi gördüyünüz kimi qəhvəyi rəng aldı və götürüb istifadə edirəm. Və hazırladığım bu kündələri bir-bir həmin bu bəhməzli suya bulayıb və hər tərəfini bolca küncütə bulayırıq və yenə də məsafəli şəkildə listimizə düzürük. Öncədən isidilmiş 180 dərəcəli sobada mən konveksiya rejimində sobanın ən aşağı gözündə 35 dəqiqə müddətində xına kimi qıpqırmızı qızaranadək bişirib götürdüm. Qurabiyələrin bişmə vaxtı sobalara uyğun olaraq dəyişə bilər. Duzlu qurabiyə sevənlər mütləq bu resepti sınasın. Nə çox duzlu, nə çox şirin olmayan bir qurabiyələr alınır. Hətta şəkəri olan insanlar belə bunları bişirib rahatlıqla nuş edə bilər. Qurabiyələrin hazırlanması da gördüyünüz kimi çox asandır. Şirin sevməyənlər bu resepti sınaya bilər. Videonu bəyənib yaddaşa verməyi unutmayın. Yeni videolarda görüşmək ümidi ilə hələlik.